Dan xəbərdarlıq eləyirəm, videoda çəkirəm, paylaşıram. Quba rayonunun Səbətlər kəndində yaşayan məşhur oğru, məşhur fırıldaqçı Suqa agent 1991-ci il təvəllüddür. Hacıyev Təbriz Ağabaloğlu. Sənə deyirəm 500 manatımı ver. Harada qaçsın, neynəsən da səni verəcəm birinci gün fələkin feylinə. Elə bilmə ki səni qorxuduram. Baxma ki Suqa agent işləyirsən güvəndikləri var. Alırdın 500 manat pulumu məcbur əlimlə. 100 manatın qardaşın eşşəyi burusa verirdin. Qalanları da özün kimi klientə çıxan pozğunlara verirdin. Mənə də deyirdin ki, mənim arxamda durub Əkrəm Əmrah, sənə bunu deyirəm. Birinci gün onların da yaxasını verəcəm fələkin feylinə sənin də. Məni sənə yön eləyənin də. Səni mənim yolumu üstə çıxartan o Qasımova Qənirə Hüseyin qızının da yaxasını verəcəm ki, yıxılırdı sən Təbrizin altına, Viagra atıb kef çəkirdin Qənirə ilə. Zəhmət çək ver mənim pulumu Peysər Təbriz, başın ağrıyacaq. Bir də buradan üzümü tuturam Bakı şəhərində anadan olmuş məşhur oğru, quldurluqla məşğul olan Elşən Aydınoğlu Qarayevin Suqa agenti olan Hüseynov Füzuli Hümmətoğlu sənət. Peysər Füzuli qəhbə saxlayan Füzuli. Zəhmət çək mənim əlimdən məcbur aldığım 250 manat pulumu, bir də telefonumun pulun, kartımın pulun, telefonumun nömrələrinin pulun, adaptörümün pulun, bir də sənədlərimin pulun vur kartıma. Yoxsa sənin ağzı barmadığımla sikib səni lazım olan yerə verəcəm. Qəhbə qanundan çıxan Füzuli, qəhbə saxlayan Füzuli. Arvadını bıçaqlamışdın. Məcbur alıb pulumu aparıb polislərə rüşvət verirdin qutarmaq üçün. Binamus. Üstündə adam tutmuşdun arvadın. Elşən Qarayevə Suqa agent işləyirdin. Binamus ağzıva verim sənin. Bir də buradan üzümü tuturam. Qalıncaq kəndinin oğru, quldur, erməni, Ermənistana adam satan oğru sakini Kərimiyan Seymur Oktayoğlu sənə. Öyümdən oğradığın 1000 manat pulumu, bütün evimdən oğradığın əşyaları gətir verginə. Mənə vurduğun ziyanı ödə. Sən mənə 40 000 manatlıq ziyan vurmuşsan. Qəhbə qanundan çıxan, maisdən əmələ gələn, dədəsindən bir xəbər. 50 toğumu, 30 ördəyimi, 10 qazımı çaqqala yem elədi. Çaqqal qabağından qalan 50 manatlıq ördəyimi o qəhbə qardaşım var, gələk əmrin təkər eləyən, petuluqla məşğul olan, ağzına ət mikrofonu alan qardaşına verirdin, götürüb Elnura. Elnurun balalarının xeyratına kəsirsin ördək, o petuq Elnurunu, trans Elnurun, binamus Elnurun, anasına eləyən, təcavüz eləyən Elnurun. Mənim ördəyimi gəlsin versin. Xoruzu qəhbə anon Züleyxiyə verirdin, aparırdı, maislə minişəndə kəsib yerdi. Aparıb parçalarımı anon yorğan döşəyə sərib çəkib yorğan döşəyin üzrə maislə hörə gedirdi təmiz yorğan döşəkdə. Binamus. Götürüb petuq, öyümün əşyalarını oğrayıb aparıb anon önünə yığırdın. Qəhbə Züleyxa pencəyimi apardı vermədi. İskan nəlbəkimi apardı vermədi. Dasmalımı apardı vermədi. Maislə hörə gedəndə şeylərin silmağa aparıblar da dəsmalı. Binamus. Bütün öyümün əşyaların hamısını Seymur oğrayıb aparıb işverən Suqa agent olan anasına verdi. O küçələrdə paylayan anasına, cəmaatın toğların oğrayan anasına, malın heyvanı. Sən Seymuru nə adına İsmailli cəmaatı məclisinə aparır ki, deyirdin ki, mən nəzir demişəm qalıncaq birinə ki, 3-cü dünya müharibəsi qalxsın, bütün cəmaatın balaları geçsin qırılsın. Ay İsmailli cəmaatı, nə adına bu oğrunu, nə adına bu xalq düşmanı məclisiniz aparırsınız? Bu adam xalq düşmanıdır, ermənidir. Ermənistana adam keçirtir, qəbələrin üstünə, dostlarının maşinə, mal olsun, rəngdə 04-lə, dostudur ən yaxın, onunla ermənilərə adam satır. TikTokda ermənilərlə yazışır. Bu adam ermənidir. Gecə səhərə kimi İsmailinin küçələrindədir. Əli Ağalı Şahin Vaqif oğlun qoyur qarolda, anasının oynaşı maisi də salır dalıca mənim qapımdadır. Dıllaq dodaq Seymur, qardaşların da götürüb gəlib,
qoz ağacımı, armud ağaclarımı kəsirdi, qəhbanası göndə Züleyxanın şortu, şalava götünə girirdi qoz ağacı, armud ağacı. Seymuru bu aşağı başda götün dağıtdılar. Aybaşı olan arvadlar kimi götünün qana axa getdi. Ondan sonra Seymur klentə çıxır. Bunu deyirəm, heç kimdən də qorxmuram. Qoy cəmaat da görsün. Bir də Mirzə Fətəli Axundov küçəsi, nömrə 4-də yaşayır. Xəlilov Yaşar Sanif oğlu, alçaq qəhbə saxlayır. Ver mənim inəyimin də pulun, 310 manat oğradığım pulu. Birinci günə kimi bu qismin arasındakini sənin ağzına verəcəm. Mənim pulumu verməsən. O dalınca gətirdiğin Zərbəliyev Nicat Səməndər oğlunda öyümdən uğradığı 150 manatı səndən tələb edirəm. Qəhbə saxlayan Yaşar, bütün cəmaat hamısı səndən danışır. Sənin arvadından danışır. Bir namus, ver mənim inəyimin pulunu, siçim sənin peysər ağzı var, gözünən görən ağzı var. Oğru bir qeyriyyət.